Herkese salam. İlmevi kanalıma hoş gelmişsiniz. Kanalımıza yüklediğimiz yeni videolardan haberdar olmağınız için kanalıma abone olup videolarımı beğenerek mənə dəstək olmağı unutmayın. Bugün sizin için oyuncaqlarıma kiprik, qaş necə tikirəm onu göstərmək istəyirəm. Əgər sizdə də maraqlıdırsa, buyurub baxıb, əgər işinizə yarasa, videomu bəyənərək mənə dəstək olmağı unutmayın. Zəhmət olmasa indidən təşəkkür edirəm. Elə isə başlayaq. Bismillah. Baxın qızlar, məndə kipriğimin biri artıq hazırdır. Burada baxın hardan çıxartmışam ipimi. Burada da eyni yerdən çıxardırıq və 1 2 dənə yana gedirik. 2 ilmə və 1 ilmə də bu cür yan tərəfə gedirik və yenidən qaydırıq. Yenidən qaydırıq. Görürsünüz, yuxarı tərəfdən çıxırıq. Bir dənə ilmə yuxarıdan çıxırıq. Görürsünüz, kipriğimizin biri artıq hazırdır. İndi siz özünüzdə yavaş-yavaş tikdikcə fikir verin. Baxın, ipimizin, görürsünüz, ipimizin özünü götürürük. Bilməm nə dərəcədə görünür. İpimizin özünü götürürük. Gözümüzün yenə iç tərəfindən, baxın, buradan girəcək. Yəni, baxın, ipin özünü də götürürük ortadan və bu cür gözün içindən giririk. Yenə yan tərəfindən çıxırıq. Bu cür. Gördünüz, ikinci kipriğimiz de hazır. Və yenə də gözün içindən eləyik, iplərimiz birbirindən ayrılmasın. Pis görünüş yaratmasın. Biz biraz yuxarıdan girdik, gəlirik, çıxırıq gözümüzün belə üst hissəsindən. Gördünüz, kipriklərimiz artıq hazır. Baxırıq ki, qaş üçün gözümüzün burası biraz aşağıda oldu. Bir dənə ilmədə çıxırıq yuxarı. Yəni ki, fərqi yoxdur. Siz biraz hündürdən də eləyə bilərsiniz, amma aşağıdan eləməyin də. Görürsünüz, neçə dənə harcı? 1, 2, 3 dənə ilmə toxuyuruq, keçirik. 4 dənə ilmə keçirik, 4 dənə ilmə baxın sayırıq belə. 1, 2, 3, 4. 4 dənə saydıq, 5-ci ilməni aşağıdan götürürük. Keçdik, baxırıq bu gözün harasındandır, biraz qırağındandır. Yenə də bu tərəfdən çıxırıq, eyni sırada olsun ha, yaxşı. Bu cür. 1, burada neçə saymışdıq? 1, 2, 3, 4 saymışdıq, 5-cini altdan. 1, 2, 3, 4, 5-cini altdan götürürük və ipimizi gizlədirik aşağıda. Baxın, necə gözəl oldu üz quruluşu. Baxın belə. Sonra da ağ ipimizi götürürük. Biraz ip kəsirik. Baxın, elə yerdən çıxardıram ki, gözün bu hissəsindən və gözün bu hissəsindən və gözdən biraz məsafədə iynəmizi salırıq və keçirik digər gözə. Yenə də gözün biraz yuxarıdan bu hissəsindən iynəmizi çıxardırıq. Və biraz məsafədə, çox az məsafədə. Bu cür.
Baxın, artıq hazırdır. Qaşlarımız hazır, kipriklərimiz hazır. Mən bu yolla gəlinciklərimə gözünü, qaşını düzəldirəm. Əgər sizə də rahat gəldisə, asan gəldisə, xoş gəldisə, buyurub siz də gəlinciklərinizin gözlərini, kipriklərini bu cür edə bilərsiniz. Xoş izləmələr.